A və B nöqtələrinin xətti sürətlərinin fərqi 0,8 metr/saniyədir və AB məsafəsi, bu AB məsafəsi 20 santimetrə bərabərdir. Və bu diskin bucaq sürəti soruşulur. Belə eləyək də, burada VA minus VB deyil, bunu belə yazaraq, bunu yazarım belə. Omega vurulsun, A-nın radiusu bizdə OA-dır. Omega vurulsun OA minus B nöqtəsi üçün yazıram, omega vurulsun OB. Omega vurulsun OB bərabərdir nəyə? 0,8-ə. 0,8 metr/saniyə. Deməli, buradan alarım ki, omega mövtə çıxarsan, omega OA minus OB bərabərdir 0,8-ə. Şərtdə verilib ki, OA minus OB fərqi 20 santimetrdir. Deməli, bu yerinə 20 santimetr, yəni başqa sözlə metrlə isə 0,2 metr yazarıq. Burada 0,8 metr/saniyədir. Buradan alır ki, omega bərabərdir 4 radian bölünsün saniyə. Bu diskin bucaq sürəti 4 radian/saniyə bərabərdir. Hər birinin hündürlüyü h olan 6 eyni tircik suda üzür. Burada tirciklərin sayı 6 dənədir. Bu tircik suda üzür. Üstdən 2 dənə tirciyi götürsək, bu altısından içini götürsək, qalacaq 4-ə. Oldu. Onun suya batan hissəsi nə qədər dəyişər? Suya batan hissəsi nə qədər dəyişər? Burada 6 bölgüdən, 6 hissədən 3 hissəsi batıb, 3 hissəsi sudan kənarda. Deməli, batan hissə həm burada 0,5-dir, 2də 1-də. Deməli, mayenin sıxlığı ilə cismin sıxlığı arası bir rəqəm var. Rho cisim bərabərdir 0,5 rho maye. Cismin sıxlığı mayenin sıxlığının yarısına bərabərdir. Yuxarıdan 2 tircik göstərsək, deməli, yenə yarısı batacaq. Yarısı batacaq, yəni içisi içəridə qalacaq, içisi çöldə. Əvvəl vəziyyət bu qədərdir. 3 dənəsi batmışdı, indi 2 dənəsi batır. Deməli, h qədər yuxarıya yerin nədir? Dəyişəcəkdir. Tircik h qədər yuxarıya yerin dəyişər. Radioaktiv nüvənin beta çevrilməsinə uyğun keçid hansıdır? Beta çevrilmə zamanı deməli 1. A kütlə ədədi dəyişmir. 2. Z1 vahidi artır. Z nüvədəki protonlar sayı 1 vahid artır. Üçüncüsü, nüvədəki neytronların sayı 1 vahid azalır. Birinci A kütlədə dəyişmir. İkinci Z1 vahid artır. Üçüncü, neytronların sayı 1 vahid azalır. Bu misalda neytronların sayı 1 vahid azalan və Z1 azalan 1,5 yetişir. Deməli, bir beta çevrilmə zamanı burada keçid olar 1,5. Həm neytronlar 1 vahid deməli azalar, həm də protonlar 1 vahid artar. Düz xətli hərəkət cismin impulsun proyeksiyasının zamandan asılı qrafiki verilibdir. Bu cismin kinetik enerjisinin zamandan asılı qrafiki soruşulur. Yaxşı olar belə hesab var. Biz bilirik ki, impulsun qrafiki nə cürsə, sürətin də qrafiki o cürdür. Bunu da belə yazmaq olar. V bərabərdir V0 minus AT, yəni bərabər yavaşlayan hərəkət. V-nin gətirib kinetik enerjinin düsturunda yerinə yazıq. MV kvadrat bölünsün ki, belə yazacaq. M bölünsün ki, V0 minus AT mötərizənin kvadratı. O da bərabərdir M bölünsün 2 V0 kvadratı minus 2 V0 AT plus A kvadratı T kvadratı. T kvadratın əmsalı müsbət olduğuna görə parabolanın budaqları yuxarı yönələr. Parabolanın budaqları yuxarı yönələr. Buradan da görünür, kinetik enerjinin 0 olması üçün V0 bərabərdir AT olmalıdır. Bura 0 olmalıdır. Onun üçün də V0 minus AT bərabərdir 0 şərtindən V0 bərabərdir AT-yə. T də bərabərdir V0 bölünsün A nöqtəsinə gəlir düşür. Deməli, belə ki, belə gələcək, qrafik.
müəyyən bir nöqtədən başlayıb o belə gəlir. O əslində belə olmalıydı. Amma burada impuls 0 olduğuna görə burada olacaq kinetik enerjinin zamandan asılı qrafikə. T kvadratın əmsalı müsbətdir, parabolanın budaqları yuxarıdır və V0 bölünsün A qədər parabola T oxu boyunca bura V0 bölünsün A qədər sağa sürüşdürülüb. Fotonun tezliyi minimal tezlikdən, fotoeffektin minimal tezliyindən 4 dəfə böyükdür. Bu halda kinetik enerjinin maksimal qiymətinin nəyə bərabər olduğu soruşulur. Əvvəlcə fotoeffekt üçün Einstein təlini yazdırıq və oradan Y maksimal üçün Y maksimal bərabərdir H- açıq ifadəsini alaraq. Nünün yerinə verilmiş 4 nü minimal qiymətini yazırıq və açıq yerinə H minimal yazırıq. Əlbəttə 4 H minimaldan H minimal çıxda qalır 3 H minimal. Deməli, fotoelektronların, katoddan çıxan fotoelektronların minimal kinetik enerjisi 3H, maksimal kinetik enerjisi 3H minimala bərabərdir. Qablarda eyni kütləli və temperaturlu helium qazı vardır. K kranını açdıqda qablarda təzyiqlər necə dəyişir? Eyni kütləli helium qazı 2V həcminə də əvvəl yayılır, sonra isə yayılan qabın həcmi V-dir. Deməli, belə ikinci qabda təzyiq çox olar. Birinci qabda təzyiq ikincidən 2 dəfə az olur. Çünki eyni kütlə deyil, həcm 2 dəfə çoxdursa təzyiq 2 dəfə az olacaq. Deməli, bir qabındakı təzyiq 2 qabındakı təzyiqdən azdır. K-kanı açdıqda əlbəttə təzyiq deməli çox olan qabdan təzyiq az olan qaba molekulların axını başlayacaq. Deməli, 2-dən 1-ə molekullar gələcəklər. Birinci qabda təzyiq artar, ikinci qabda təzyiq AB cismin linzada alınan xəyalının ölçüsü öz ölçüsünə bərabərdir. Linzanın baş fokus nöqtələrini müəyyən edin. Nöqtələr arasındakı məsafə bərabərdir. AB cismin linzada alınan xəyalının ölçüsü öz ölçüsünə bərabərdir. Deməli, böyütmə 1-ə bərabərdir. Böyütmə 1-ə nə vaxt bərabər olur? Cisim iki qat fokusda yerləşəndə, xəyal da iki qat fokusda yerləşir. Bu zaman böyütmə 1-ə bərabərdir. Deməli, bu cisim iki qat fokusda yerləşibdir. Onda 4 nöqtəsi ortada, yəni fokus nöqtəsi olar. 2 bölgüdür da, linzadan 2 bölgü məsafədə. Bu tərəfdə də, sağ tərəfdə 7 nöqtəsi olar. Deməli, 4 və 7 nöqtələri linzanın baş fokus nöqtələridir. Müsbət nöqtəvi yük, müstəvi kondensat nöqtələri arasındakı bir cins elektrik sahəsində ABS trayektoriyası üzrə sabit sürət hərəkət etdirilir. Yükün bu sahədəki potensial enerjinin zamandan asılı qrafiki hansıdır? Burada deməli, qeyd edək ki, kondensatorda müsbət lövh, elektrik sahəsinin intensliyi müsbət lövhədən mənfi lövhəyə tərəf yönəlir. Bu belə burada elektrik sahəsinin intensliyi bu müsbət lövhədən, bu lövhə müsbət yüklənibdir. Bu lövhə müsbət yüklənibdir. Bu birisi lövhə mənfiyə bağlandığı üçün birisi lövhə nədir? Mənfi yüklənibdir. Elektrik sahəsinin intensliyi bu müsbətdən mənfiyə, bu belə tərəf nədir? Yönəlir. Müsbətdən mənfiyə tərəf yönəlir. Biz də demişdik ki, Y istiqamətində pi potensialı azalır. Belə yazaraq da, Y istiqamət pi potensialı azalırsa, W potensial bərabərdir QF. Y istiqamətdə pi potensial azalırsa, deməli, potensial enerji əvvəlcə nədir? Məsafədən asılı olaraq əvvəlcə azalacaq, müəyyən qiymətdən başlayıb bir azalacaq. B isə ekpotensial səth üzərində yerləşir. Ona görə B və C nöqtələrinin potensial eynidir. Bu hissədə potensial enerji nədir? Dəyişməz. Potensial enerji dəyişməz. AB-də potensial enerji azalar, B-də potensial enerji dəyişməz. AB-də azalar, B-də dəyişməz. B-də niyə dəyişməz? B-C deməli, Y intensiv xətlərinə perpendikulərdir. Y intensiv vektoruna perpendikular istiqamətdə ki, bütün nöqtələrdə pi potensialları nədir? Bərabər. Elektrostatik induksiya hadisəsi. Elektrostatik induksiya hadisəsi yüklü cismi
yüklənməmiş metal cismə yaxınlaşdırdıqda metal cisimdə yüklərin yenidən paylanması hadisəsidir. Difraks qəfəsinin və şüşə prizmanın üzərinə ağ işıq dəstəsi düşür və spektr alınır. Difraksiya və dispersiya spektrlərində hansı rəngə malik şüalar daha çox meyl edirlər? Difraksiyada yazırıq ki, D sinus fi bərabərdir K lambda. Deməli, lambdası böyük olan daha çox meyl edir. Lambda daha uzun meyl edən şüalar daha çox meyl edir. Məsələn, qırmızının lambdası bənövşənin lambdasından çox olduğu üçün qırmızı daha çox meyl edəcək. Dispersiyada isə bənövşəyə çox meyl edir, qırmızı az meyl edir. Yəni, bənövşənin sındırma əmsalı çoxdur, qırmızı şüaların sındırma əmsalı azdır. Deməli, difraks qəfəsində olacaqdır qırmızı, dispersiya spektrində olacaqdır. Ən çox sınanan nədir? Daha çox meyl edən bənövşəyi. Cavab A variantı. Bu elektrik dövrəsinin yuxarı budağında C və C kondensatorlar ardıcıldır. Aşağıda 1C kondensator təkdir. C və C ardıcıl toplandıqları üçün bunların yerinə biz belə bir yaza bilərik. Bunların yerinə C bölünsün 2 yaza bilərik. İçini götürürük, onların yerinə baba C bölünsün 2 yazırıq. Deməli, burada dövrədən keçən cərəyan şiddətini bu üstünə hesablayacaq. I maksimal bərabərdir U maksimal omega C üstünə hesablasaq. Onda burada C bölünsün 2'dir, burada C'dir. Deməli, A2 A1'dən 2 dəfə nədir? Böyükdür. A2 A1'dən 2 dəfə nədir? Böyükdür. A1'dən I cərəyan şiddəti axsa, A2'dən 2 I cərəyan şiddəti axar. Onda A3'dən axan cərəyan şiddəti onların cəminə 3 I-yə bərabər olar. A1'dən I cərəyan şiddəti axırsa, A2'dən 2 I, A3'dən 3 I cərəyan şiddəti axar. O nöqtəsindən yola düşən üzükü A nöqtəsində çayın sahilinə çatmaq istəyir. Üzükü belə üzmü istəyir. İstəyir ki, odan yola düşsün və gəlib B-də nədir? Oda yola düşsün və A'dan sahilə çıxsın. Amma çay onu hər saniyədə 2 bölgü aparacaq. Ona görə üzükünün sürəti ilə çayın sürətinin cəmi başqabulu çay sahilinə perpendikular yönəlməlidir. Belə yola düşsə, üzükü belə yola düşsə, belə gəlsə, məsələn, belə gəlsə, çay onu gətirib çıxardacaq bura və üzükü belə gedəcək. Diagonal boyu belə gedib başqa yer nöqtəyə sahilə çıxacaq. Ona görə üzükü belə yola çıxmalıdır. Bu istiqamətdə çıxmalıdır, bu istiqamətdə yola çıxmalıdır. Belə yola çıxdıqda çay onu gətirəcək bu nöqtəyə və bu iki sürətin vektoral cəmi belə olacaq və bu o nöqtəsindən yola düşən üzgücü A nöqtəsində sahilə gəlib çıxacaq. Kütlələri 3M, kütləsi 3M olan kürəcik V sürətinə hərəkət edir. Kütləsi M olan kürəcik isə 3V sürətinə hərəkət edir. Bu iki kürəcik qeyri-elastik toqquşsalar, əlbəttə hər ikisinin impulsu 3M olduğuna görə, impulslar bərabər olduğuna görə toqquşandan sonra hər ikisi dayanır. Bu da dayanır, bu ikisi də dayanır. Hər ikislərində bunların ortaq sürəti nədir? Yəni sıfıra bərabər olar. Deməli, toqquşma nəticəsində həm birinci cismin kinetik enerjisi, həm də ikinci cismin kinetik enerjisi isti şəklində ayrılar. Onda belə olar. Birinci cismin üçün belə yazarıq. Q bərabərdir. Y kinetik 1 plus Y kinetik 2. Birinci cismin kinetik enerjisi 3M vurulsun V kvadratı bölünsün 2'dir. İkinci cismin kinetik enerjisi 3V kvadratı olacaqdır. Deməli, 1,5 MV kvadratı burada olacaq 4,5 MV kvadratı olacaq. 6 MV kvadratı qədər istiş miqdarı ayrılır.
6 mv kvadrat qədər isteç miqdarı ayrılacaqdır. Elastik toqquşmada cisimlər birlikdə hərəkət edirlər. İmpulslar bərabər olduğuna görə hər cisim dayanır və hər cisim kinetik enerjisi istiliyə çevrilir. Voltmetrin göstərişi 11 voltdursa, V1 voltmetrin göstərişi nəyə bərabər olar? S1-in enkəsinin sahəsi S-ə bərabərdir. İkincinin enkəsinin sahəsi 2S-ə bərabərdir. Üçüncünün enkəsinin sahəsi 3S-ə bərabərdir. Deməli, bu tip məsələni həll etmək üçün ilk növbədə belə yaxınlaşmaq lazımdır. Hesab edək ki, 3 yer müqamətli naqilin, bax, bunun müqaməti R-dir. R bərabərdir, rho L bölünsün, S deyil. S burada 3 dəfə azdırsa, onda bunun müqaməti olar 3 yer olar, buranın müqaməti 3 yer olar və bunun da müqaməti 2S, 3S'dən 1,5 dəfə azdır. Onda burada müqamət olar 1,5 yer. 3 yer, 1,5 yer, R oldu. Belə. Deməli, 11 volt deyil. Deməli, burada olacaq 3x qədər burada volt ayrılacaqdır. 3x qədər volt burada gəzin düşüşü olacaq. Burada 1,5x qədər düşüşü olacaq. Burada isə olacaq x qədər düşüşü. Hamısı bir yerdə nə qədərdir? 11 volta bərabərdir. A və B nöqtələr arasındakı gərginlik 11 voltdur. Hamısı bir yerdə olur 11 volt. Tapırıq ki 5,5 x bərabərdir 11 volta. Buradan x bərabərdir 2 volta. X 2 volta bərabərdir. Burada 2 voltdur. Gərgin düşüşü, buradakı gərgin 2 voltdur. Buradakı 1,5 olduğuna görə burada deməli 3 voltdur. Burada isə 6 voltdur. 6 volt, deməli 3 volt və 2 volt. Hamısı bir yerdə edir 11 volt. Elektron bir cismani hissəsinə daxil olur. Hansı halda onun trayektoriyası düz xəttdə olar? Əlbəttə, birinci halda elektron B-yə induksiya vektoruna paralel hərəkət etdiyinə görə ona Lorentz kütləsi təsir edilməz. Birinci halda düz xəttli, bərabər sürətli olar. İkinci halda elektron B induksiya vektoruna perpendikular şəkildə daxil olur. Deməli, burada çevrə boyunca bərabər sürətlə hərəkət edəcək. Üçüncü halda elektron B-nin əks istiqamətdə hərəkət edir. Yenə Lorentz kütləsi sıfıra bərabər olar və elektron düz xəttli bərabər sürətlə hərəkət edir. Deməli, 1 və 3 hallarında elektron hərəkəti düz xəttli bərabər sürətlidir. Yaya bağlanmış maddi nöqtə A və D nöqtələri arasında harmonik rəqs edir. A və B nöqtələrindəki yayın potensial enerjilərinin nisbətini tapın. A-da yer dəyişmə 20 cm-dir. B-nin yer dəyişməsi 10 cm bərabərdir. Potensial enerjinin kx kvadratı bölünsün 2 ilə hesablayacaq. Eyni yaydan söhbət getdiyi üçün k-lar ixtisar olacaq. Bunu belə yaza bilərik. Y potensial A, Y potensial A-nın Y potensial B-yə nisbəti bərabərdir. Kx A-nın kvadratı bölünsün 2, Kx B-nin kvadratı bölünsün 2. K bölünsün 2'lər ixtisar gedir. X A-nın kvadratı bölünsün X B-nin kvadratı. X A 20 cm-in kvadratı, X B 10 cm-in kvadratı. Olacaq deməli 400 bölünsün 100. 100 o da eləyər. O da bərabər olar nədir? 4-ə. A nöqtəsinin potensial enerjisi B nöqtəsinin potensial enerjisinin 4 dəfə. Qablarda eyni temperaturda helium qazı ilə neon qazı var. Heliumda 4-dür, molar kütlə, neonda 20-dir. Bu qazların molekullarının orta kinetik enerjilərini və orta kvadrat sürətlərini müqayisə eləməliyik. Eyni temperatur dediyinə görə orta kinetik enerjilər bir-birinə bərabər. Temperaturlar eynisə ki, orta kinetik enerjilərdir, daxil enerjilər, orta kinetik enerjilər bir-birinə bərabər olar.
Sonra bu temperaturlar eynidir. R sabitdir. Molar kütləsi böyük olanın orta kvadrat sürəti az olar. M2 20-dir, M1 4-dür. Deməli belə çıxır ki, neonun deməli molekuların orta kvadrat sürəti azdır. V1 V2-dən böyükdür. V1 V2-dən böyükdür. Y kinetik 1, Y kinetik 2-yə nədir? Bərabərdir. Temperaturlar bərabərdir, orta kinetiklər bərabərdir. Molar kütləsi böyük olanın orta kvadrat sürəti az. Yarış avtomobilə təsir edən müqavimət qüvvəsi onun sürətinin kvadratı ilə mütənasibdir. Avtomobilin sürətini 2 dəfə artırmaq üçün onun mühərrikinin gücünü neçə dəfə artırmaq lazımdır? Mühərrikin gücü deməli belədir də. Mühərrikin gücü belədir. N bərabərdir. F dartı vurulsun V-dir və yaxud belə yazılır. Burada dartı qüvvəsi müqavimətə bərabər olduğu üçün burada F müqavimət vurulsun V yazarıq. F müqavimət V-nin kvadratı ilə mütənasibdir. Deməli, V-ni 2 dəfə artıranda müqavimət qüvvəsi 4 dəfə artar. V-ni 2 dəfə artıranda müqavimət qüvvəsi 4 dəfə artar. Müqavimət qüvvəsi 4 dəfə artar. Sürət də 2 dəfə artdığı üçün gücü neçə dəfə dəyişmək lazımdır? Gücü 8 dəfə dəyişmək lazımdır ki, sürət 2 dəfə artar. S mənbəyinin xəyalı 6 nöqtəsində alınmışdır. Mənbə 3 nöqtəsinə gətirilsə, xəyalı hansı nöqtədə alınır? Nöqtəsi məsafə bərabərdir. Burada S nə qədər? S-in məsafəsi linzadan məsafəsi nə qədərdirsə, xəyalın linzadan məsafəsi 2 dəfə azdır. Bu bir sizə vaxt olur. Məsələn, 3F-də olan cismin xəyalı alınır 1,5F-də 2 dəfə az. Belə çıxır ki, burada deməli S 3F-ə uyğundur. 6 nöqtəsi isə 1,5-ə nədir? Uyğundur. Mənbə 3 nöqtəsinə yetirsə, burada 3 nöqtəsinə yetirsə, 3-ün məsafəsi olacaq 1,5 F. 1,5 F-də olan cismin xəyalı 3 F-də alınır. Bunu da bilirik biz. Onda 3 nöqtəsinə yetirsə, xəyalı 2 dəfə böyük alacaq. 8 nöqtəsində nədir? Alınacaq. 1 nöqtəsində olan xəyalı 6-da alınırsa, 3 nöqtəsində olan cismin xəyalı 8 nöqtəsində. Yarımçəki dioddan elektrik cərəyanı keçmirsə, 1 və 2 hissələri hansı tip yarımçəkidir? Əlbəttə, biri müsbətə, deməli, N-i mənfiyə, P-ni müsbətə qoşanda yaxşı keçirir. Yaxşı keçir, bu düz keçiddə. Deməli, N-i müsbətə qoşsaq, P-ni mənfiyə qoşsaq, onda tərs keçid olacaq. Bu vaxt cərəyanı pis keçirəcəkdir. Deməli, burada sol tərəfdə müsbət olduğuna görə 1 N olmalıdır, 2 P olmalıdır. Oldu, Y variantı doğru cavab. Sap bağlanmış məftil çərçivənin bir hissəsi sapın pərdəsi örtülmüşdür. Məftilin A nöqtəsinə və sapın B nöqtəsinə təsir edən səthi gəlmə qüvvəsi necə yönəlmişdir? Biz bilirik ki, səthi gəlmə qüvvəsi səth təbəqəsi sərhəddini həmişə perpendikulyardır və səthin sahəsini minimuma endirməyə çalışır. Burada səthi gəlmə qüvvəsi, bu nöqtədə səthi gəlmə qüvvəsi belə yönəlir, belə. Burada belədir, burada belədir, burada belədir. B nöqtəsində əlbəttə səthi gəlmə qüvvəsi belə nədir? Yönəlir. Başqa bir nöqtədə səth təbəqəsi sərhəddinə perpendikulyar belə yönəlir. Eyni ilə onda A nöqtəsində də səthi gəlmə qüvvəsi belə yönələcək. Səthi gəlmə qüvvəsi istəyir ki, sabın təbəqəsinin sərhəddini minimuma endirsin. Və həmişə səth təbəqəsi sərhəddinə perpendikulyar olur və səth təbəqəsinin üzərində yer. Bu şəkildə 3 cisim göstərilir. Hər cisimlər hamısı F qüvvəsindən dartılırlar. Cisimlər təsirən sürtünmə qüvvələrinin müqayisə eləməliyik. Sürtünmə qüvvəsinin əsas turu belədir. F sürtünmə bərabərdir μ-N. Birinci halda cisim mg ilə səthdə sıxıldığı üçün burada reaksiya qüvvəsi mg bərabərdir. Deməli, birinci halda F1 bərabər olacaq μ-mg. İkinci halda bu F-in şaqlı proyeksiyası FY var da. FY yuxarıyadır.
mg də aşağıyadır. Burada reaksiya qüvvəsi, N reaksiyası bərabərdir mg minus f(y). O da bərabərdir mg minus f sinus 60 dərəcəyə. Üçüncü halda burada yenə f(y) yuxarıyadır. f(y) yenə burada bərabər olacaqdır. N bərabərdir mg minus f sinus 30 dərəcə. Görünür ki, sinus burada mg'dən f sinus 30 dərəcə çıxarır. Burada mg'dən f sinus 60 dərəcə çıxarır. Sinus 30 dərəcə az, 60 dərəcədən az olduğuna görə üçüncü halda n3 n2'ye nəzərən biraz böyükdür. n3 n2'dən böyükdür. Onda f sürtünmə 3, f sürtünmə nədir? 2'dən böyük. Amma f sürtünmə 1 mg'yə bərabər olduğuna görə bu hamısından nədir? Böyükdür. F1 hamısından böyükdür. Reaksiya qüvvəsi, deməli, birinci reaksiya qüvvəsi hamısından böyükdür. Üçüncünün reaksiya qüvvəsi, deməli, birincidən azdır, ikincidən böyükdür. Ən az reaksiya qüvvəsi ikinci haldadır. Burada da ona görə ikinci halda sürtünmə qüvvəsi az olur. Müəyyən kütləli bir atomlu ideal qazın temperaturu izobar və izoxor proseslərdə eyni qədər yüksəlmişdir. İzoxor prosesdə qaz 1200 joule istilik miqdarı alınmışdır. İzobar prosesdə qazın daxili enerjisinin delta dəyişməsini və gördüyü aşırıq işini hesablayın. İzoxor prosesdə qaz iş görmür. Nə qədər istilik miqdarı alıbsa, daxili enerjisi o qədər artır. İzoxorda qaz 1200 joule istilik miqdarı alıbsa, daxili enerjisi 1200 joule artıbdır. İzobar prosesdə daxili enerjisi o qədər dəyişibsə, deməli, izobarda da daxili enerji 1200 joule artıb. İzobarda A' və deməli, A' və delta arası belə əlaqə var. Delta bərabərdir 1,5 A'. Yəni, daxili enerji qazın gördüyündən 1,5 dəfə böyükdür. Niyə? 60% verilən enerjinin gedir daxili enerjiyə, 40% gedir qazın iş görməsinə. Bu halda ki, bu 1200 joule oldu, onda alaraq ki, A' bərabərdir neçə? A' bərabərdir 800 nədir? Joule bərabər olar. A' bərabər olar 800 joule. Delta 1200 joule'dursa, A' 800 joule olar. Deməli, doğru cavab A bəndidir. AB naqili şəkil müstəvisindən bizə tərəf yönələn bir cismaniq hissəsində V sürəti ilə göstərilən istiqamətdə hərəkət edir. Bu zaman yüklü hissəciklərdə naqillə birlikdə hərəkət edirlər. Lorentz qüvvəsi müsbət yükləri bir uca, mənfi yükləri o biri uca toplayır. Baxaq görə Lorentz qüvvəsi hansı tərəfədir? Nöqtə olmaq, o demək, nöqtə olması onu bildirir ki, əlimizin işini qoymalıyıq ki, maqnit vektoru ovucumuza daxil olsun. 4 barmağımızı sürət istiqamətə tutacaq. Lorentz qüvvəsi deməli müsbət yükləri B uca yığacaqdır. Mənfi yükləri isə baş barmağın ətsinə, yəni A ucuna nədir? Toplayacaq. Lorentz qüvvəsi müsbət yükləri yığacaq B ucuna, mənfi yükləri yığacaq A ucuna. Yəni A ucu mənfi, B ucu müsbət yüklənər. Sabit gərginlik mənbəyinə termistor və 2 lampa birləşdirilmişdir. Termistoru qızdırdıqda lampaların parlaqlığı necə dəyişir? Burada L1 lampası termistora paralel qoşulub, L2 lampası termistora ardıcıl qoşulub. Paralel birləşmədə bir budağın o birisinə dəxli yoxdur. Bir budaqdakı cərəyan artdı, azaldı, o birisi budağa dəxli yoxdur. Gərgin sabit olduğuna görə L1 lampasından keçən cərəyan dəyişməz. Termistor qızdırsaq, termistor qızdıranda aşağı hissədə, termistor ardıcıl qoşulmuş lampadan keçən cərəyan artar və L2'nin parlaqlığı azalar. Termistor qızdıranda termistor cərəyanı yaxşı çəkilir və L2'nin parlaqlığı artır, amma L1'in parlaqlığında heç bir dəyişiklik olmur.
künnətdəki elektron elektrik sahəsində sürətləndirici Y potensiallar fərqi çəkərək indüksiya xəttlərinin perpendikular istiqamətdə bir cismanın sahəsinə daxil olur. Elektrona təsir edən Lorentz qüvvəsinin o potensiallar fərqindən asılılıq qrafiki hansıdır? Əvvəlcə elektron bu elektrik sahəsində hərəkət edərkən elektrik sahəsi elektron üzərində deməli A bərabər Q işini görür. Nəticəsində elektronun kinetik enerjisi artır. Elektronun kinetik enerjisi elektron sükuniyyətindən yola düşdüyünə görə elektron kinetik bərabər Y qədər enerji qazanır. Onu gətirib Lorentz deməli enerji qazanır. Onun V sürətini tapsaq, V sürəti olacaqdır. MV kvadrat bölünsün 2-yə bərabər. Bax QVB sinüs alfadır. Q V-nin yerinə 2 kinetik bölünsün M qoyuruq. Bax burada Y kinetikin yerinə elektron elektrik sahəsində aldığı YU enerjisini yazırıq. Oldu. Perpendikular daxil olduğuna görə sinus 1-ə bərabərdir. Bu üstə görünür ki, Lorentz qüvvəsi bu gərgindən kökaltı nədir? Asılıdır. Doğru cavab bizdə olacaqdır A bəndi. Ola bilər ki, istəciyin cızdığı, istəciş daxil olduğundan sonra burada çevrə boyunca başlayacaq hərəkət eləməyə. İstəciş başlayacaq çevrə boyunca belə hərəkət eləməyə. Onun cızdığı çevrənin radiusunu MV bölünsün QB-dir. Bu kinetik enerji nə edəcək? Kinetik enerji yenə YU yazsaq, yenə onun cızdığı çevrənin radiusu da bu gərginliyi yenə nədir? Kökaltı nədir? Bu gərgindən kökaltı asılı olacaq. Bizdə də doğru cavab olacaqdır.